Ginekoloji ultrasəs həkimi Arifə Mövsümova bildirir ki, qeysəriyyə əməliyyatı hər hansı bir ananın istəyi ilə deyil, ginekoloqun apardığı müayinədən sonra təbii doğuşda təhlükə riski yarandığı halda həyata keçirilə bilər. Bu əməliyyatı həyata keçirən qadınlar sonradan bir çox fəsadlarla üzləşir. Sonradan əmələ gələn bitişmələr, yəni biz rusca spaykalar deyirlər, bitişmə xəstəliyi əmələ gəlir ki, bu hardasa 3 il, 4 il sonra qadınlara çox güclü əzablar verir. Onlar da bağırsaq problemləri əmələ gəlir. Sonra növbəti doğuşların çətinləşməsi, məsələn, qeysəriyyə əməliyyatından sonra ancaq müəyyən qədər 2 və 3 sayda uşağa icazə verilir. Və bundan başqa demək, digər fəsadlar da məsələn, ola bilsin qanaxma riskinin güclü olması qeysəriyyə əməliyyatında və atoniya, uşaqlığın atoniyasının olması, belə hallar ola bilər. Müsahibimiz bildirdi ki, bu əməliyyatla doğulan uşaqlarda da eyni zamanda sonraki inkişaf prosesində bir sıra xəstəliklərə rast gəlinir. Nevroloji xəstəliklər, epilepsiya, sonra autizm xəstəliyi var. Məsələn, bizdə yox, o xarici ölkələrdə çox geniş yayılmışdır. Özünə qapanma kimi xəstəliklər, yəni nevroloji xəstəliklər yayılmışdır. Qeysəriyyə əməliyyatının zəruri olduğu hallara gəldikdə isə həkim bildirir ki, məsələn, cift gəlişi olarsa, dölün başı ilə çanaq arasında uyğunsuz olarsa, göbək ciyəsi öndə olarsa, boğulma, hipoksiya olarsa, yəni artıq preeklamsiya, eklamsiya vəziyyəti döldə boğulma gedir. Yəni Dopplerlə biz onu təyin edirik. Bu olarsa, qanaxma olar, cift vaxtından qabaq ayrılarsa, belə bir vəziyyətlərdə mən elə hesab edirəm ki, mütləq göstərişdir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 15000 manatadək miqdarda cərimə edilir. Nərmin Rızayeva, Durdana Məlikova, Hüseyn Ağa Axundov, Xəbər xətti.